Titə məktub. 3-cü fəsil. İmanlılara yaraşan rəftar. İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itayət eləsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. Çünki bir zamanlar biz də ağılsız, itayətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan, mənfur və bir-birimizə nifrət eləyən adamlar idik. Amma xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman bizim salihliklə elədiyimiz əməllərlə deyil, öz mərhəmətinə görə bizi xilas elədi. Bunu bizi yumaqla, yəni müqəddəs ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə elədi. Allah xilaskarımız İsa Məsih vasitəsi ilə üzərimizə bol-bol müqəddəs ruhu tökdü ki, onun lütfü ilə salih sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq. Bu söz etibarlıdır. Mən bunların üzərində dayanmağını istəyirəm ki, Allaha iman eləmişlər xeyirxah işlərlə məşğul olmağa diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır. Lakin axmaq mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, qanunla bağlı davadalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir. Təfriqəçi adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs. Belə adamın yolunu azmış və günahkar olduğuna əmin ola bilərsən. O öz-özünü məhkum eləmişdi. Xahişlər və xudafizləşmə. Mən Artema və ya Tixiki yanına göndərən kimi çalış ki, yanıma Nikopolisə gələsən. Çünki qışı orada keçirməyə qərar almışam. Qanunşünas Zena ilə Apollonu səylə yola sal, qoy onların heç bir şeyə ehtiyacı olmasın. Qoy bizimkilər də təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar. Yanımdakıların hamısı səni salamlayırlar. Bizi sevən imanlılara salam söylə. Hamınıza lütf olsun.